Qadın deyə bilər ki, mənim dəyərim budur, mənə bu dəyəri ölçürlər. Elə deyilmi? Məsələn, biz peşəmizə bir dəyər ölçmürükmü vaxtımıza? Elə deyil. Hərəmiz bir dəyər ölçürük. Fərqli yerlərdə, fərqli məsələlərə, məsələn, uşağımızın təhsilinə bir dəyər ölçmürükmü? Niyə görə bu gün mən Dərdən boğazdan çıxıb uşağını özəl məktəbə qoyan adamlar tanıyıram, hansı ki, resursları çatmır. Uşağın təhsilinə dəyər ölçür. İndi də biz bir qadını böyütmüşük, ona bir dəyər ölçürük. Yəni bu hər hansı bir özəl məktəbinin eyni şeydə də tərəzdə. Dəyər ölçürükdə bu həyatda bizim öncəliklərimiz var da hər birimizin. Sizin ayrı, mənim ayrı. Sizin dediyiniz şey tam olaraq orada yenə qadının bir əşya olduğunu, dəyər biçilir. Bu düşüncə ilə də çox mən razı deyiləm. Mən dəyərli edirəm. Niyə dəyərsiz? Niyə qadına pul verib almalısınız? Pul niyə veririk ki? Bədəl ödəyirik. Yəni bunun bir gecə yaşanan bir qadından nə fərq olur o zaman? Onu da pulunu verirsən. Bir gecə yaşanan qadından fərq odur ki, bu qadın gəlir sənin bütün həyatını dəyişir. Yox doktor, mən razı deyiləm sizin düşüncənizə. Yəni baxın, bütün insanların həyatda suallar verirlər. Yəni ki, sizi nə xoşbəxt edir filan. Uzun illərdən sonra verilən cavab budur ki, yəni yaxşı münasibətlər, yaxşı münasibətin başında partnyor qalır da, yəni.